Deməli, Mercedes W210 2.4 V-obrazlı motor. Motor niyə bu gündədir? Çünki yəhəri sökmüşük. Yaxşı da ki sökmüşük. Bax, sizə bir dənə şey göstərim. Yəhərin oturan yerində belə sağda solda dəmir prokladka olur. Germetkanı o qədər çox vurublar ki, bax burada hava yerlərini tutub. Bunlar hamısı təmizlənəcək. Yəhəri sökməyimizə səbəb başqa bir şeydir. Göstərirəm sizə. Zaslonka da əsas məsələ. Çünki hava çəkmə problemi var idi. Hava çəkmə bu maşında o qədər çox idi ki, artıq müştəri bezmişdi bu maşını idarə eləməkdən. Çünki maşın titriyirdi, gec xodlanırdı səhərlər. Maşın svetoforda, probkada qalanda hətta sönürdü. Bildiyin rəqs edir də, maşın bax belə ləngər verir. Bərbad vəziyyətdə idi, çünki hava çəkmə çox idi. Deməli, burada sizə bir şey göstərirəm. Bir çox ustaların başına gəlib içindən daxil zaslonkanı bağlayanda bir balaca artıq sıxılanda bu zaslonkanın botları başlayır buradan sarvat olmağa. O da sıxa bilmədiyi üçün buradan başlayır hava çəkməyə. Bu problemi aradan qaldıracağıq. Əslində yəhər dəyişilməlidir, çünki yəhərin içi də bərbad vəziyyətdədir. İndi biz bunu yuyub təmizləyəcəyik. Çünki müştərini çalışaq ki, minimum xərcə salaq. Botları da bərpa eləyəcəyik, zaslonkanı bağlayacağıq yerinə. Şlanqların bir çoxunu əvəz eləyəcəyik başqa bir şlanqlarla. Çünki göstərirəm sizə, köhnədən qaldığı üçün istidən bax belə quruyur. Görürsünüz, bax buradan cadar verir. Hamısı da şərtdir, çünki hava çəkmə problemi olur. Farsunkanın sanniklərində dəyişəcəyik. Bunları da dəyişəcəyik, bu prokladkaları da dəyişəcəyik. Belə germetika ilə yox, ideal vəziyyətdə bağlayacağıq yerinə. Yekunda inşallah ki, əziyyətimiz hədərə getməz. Videonun sonunda maşını xodlayıb işin yekununu paylaşacağım sizinlə, baxarsınız. İşimizi yekunlaşdırdıq. Bir dənə maşını xodlayaq, vəziyyətə baxaq. Qardaş, maşını xodda. Suyu ver. Bir dənə diqqət eləyin, qardaş. Maşın hal-hazırda xoddadır, ideal vəziyyətdə də işləyir. Söndür. Sadəcə olaraq bəzi şeylər var ki, ustalıq deyil. Niyə görə? Çünki adicə bax bu qarmaşqa şlanqda problem var. Zaslonkaya oturan yerdə, yəni orada sannik olur. Oradan buraxır, bax bu hissədən buraxır. Bunun da təzəsi olmur, bilirsiniz. Ölüxanadan da bəlkə bir 5 dənə yerə dəymişik, yoxdur. Təzəsi də olursa da tapılmır. Əgər zapsas səlimizin altında olsa, müəyyən şeylər tapılsa, məsəl üçün mən ona germetika vurub bağlaya bilərəm. Oradan hava çəkməsin deyənə. Amma mən elə işləri xoşlamıram deyənə. Mənə lazımdır ki, bu tapılsın ideal vəziyyətdə. O rezin yumşaq olsun, ora kip otursun, maşın ideal vəziyyətdə işləsin. Bacardığımızın artığını eləmişik ki, maşında ideallıq olsun. Maşın bura gələndə titriyirdi, sönürdü, çox bərbad vəziyyətdədir. Problemin 90% hamısını aradan qaldırmışıq. Bir 10% qalıb. Bu da ki, dediyim kimi hava çəkən şlanqlar dəyişilməlidir. O da tapılmadığına görə qardaşa demişəm. Tapıb gətirəcək, dəyişəcək. Bir dənə də xodda qardaşım. Maşın hal-hazırda yerində ideal vəziyyətdə işləyir. Heç bir titrəyiş falan yoxdur. Sadəcə müəyyən bir hava çəkmə olduğuna görə aborodun oynaması maşında ilk qaz verəndə boğulma problemləri ola bilər. O da problemin səbəbi müştəriyə bildirmişəm. Xeyirli olsun.